Eğer insanlar Allah'ın məğfirətindən, rəhmətindən uzaq qalırsa, həmin adam həm dünyada xüsrandadır, ziyandadır, həm də ahirətdə ziyandadır. Həm dünyada ziyandadır, həm də ahirətdə ziyandadır. Və Allah təala buyurur: "Və men təbə və amilə salihan." Kim tövbə eləyər, Allah'a yönələr, salih əməl işləyər, fə innehu yatubu ilallahi mətəbə. Həmin insan həqiqi şəkildə Allah'a dönmüşdür deməkdir. وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ O müminlər ki, Allah'ın qulları, onlar yalan yerə şahidi eləməzlər. وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا Onlar görsələr ki, bir məclis, orada boş-boş sözlər danışılır, ora lağv, boş olan bir məclisdir, oradan aralı bir şəkildə keçərlər, oraya yaxınlaşmazlar. Çünki niyə? Həmin məclislərdə bunlar üçün bir fayda yoxdur. Müminlər fayda olan məclisləri axtarar. Özünə, dünyasına, ahirətinə fayda olan bir məclis axtarar. Müminlər özünə, dünyasına, ahirətinə fayda olan bir məclis axtarar.